Növbəti bizdə 5 Beş gəlir. gəlir. 5. Şuur sayı 5'lər. Deməli ayın 5-i, 14'ü və 23'ü dünyaya gəlmiş insanlar şuur sayı 5 sayılır. Himayədar planet Merkuri sayılır. Ən balaca planetdir və Merkuri balaca olduğu üçün 5'lərin də qəlb çakrası balacadır. 5'in yanından biraz külək keçən kimi, biraz misal üçün deyim ki, sənin köynəyin rəngi qəşəng deyil, küsür. Avtomatik olaraq tez küsür, tez incir, davamlı olaraq. Nəfs vektoru yönəlib məntiqə. Hər şey məntiqli ardıcıllıq var 5'lərin beynində. Yəni səhər evdən çıxanda birinci bunu edəcəm, sonra gedəcəm bura karta ödəniş edəcəm, düşəcəm metroya, oradan gedəcəm bura. Hər şey məntiqi ardıcıllığındandır və davamlı olaraq həyatda olan məntiqi ardıcıllığı pozular. Onlara elə bir hərəkətlə göstərilir ki, məntiq yoxdur. Baxın, mən həmişə 5'ə deyəndə ki, məntiq yoxdur, deyir necə çox əziyyət çəkirlər. Qəbul eləyə bilmir ki, necə yəni məntiq yoxdur. Mən 3'ə ədalət yoxdur deməyimə bənzəyir də bu. Yəni hər kəsin özünün şeyidir axı, yəni öz belə deyək də, öz güclü tərəfi sayır ki, məntiqdir, məntiq var, soyuqdur, yəni. Bax bir hekayə var. Deməli şuur sayı 5 nişanlı olanda sevgilisi üçün, nişanlısı üçün hədiyyələr alacaq, verəcək və yaxud da sevgili olanda evləndən sonra hədiyyə vermir. Niyə? Çünki artıq məntiqli deyil, evlənib. Yəni artıq evlənib və evdə, yəni evə baxmalıdır, evdə işləməlidir falan, hədiyyə verməyəcək. Tamam, istədiklərini qarşılayacaq, amma hədiyyələr verməyəcək sevgili kimi. Sevgili olanda məntiqli idi ki, hədiyyə versin. Sevgili deyil, evlidə artıq məntiqli deyil hədiyyə vermək. Və hədiyyəni kəsir. Praktik fikirləşir də. Ancaq çox praktik insanlardır. Hər şeyi ən qısa yoldan həll eləməyə çalışmaq istəyən insanlardır şuur sayı 5'lər. Şuur sayı 5 sonra planet Merkuri dediyim kimi düzgünlüyü bir də fayda tələb eləyir. Yəni əgər şuur sayı 3, 3 də 5-də çıxarcıdır. Hər ikisi mənfəətin güdür. Danışıqda, analizdə hər kəsdən. Hamısının dostları çoxdur. Çünki kimdən nəyin gələcəyini bilmir. Elə 3'lər var ki, axmaq saydıqlarını əlaqəni kəsir, amma böyük bir 3'lər heç şey eləyib əlaqəni kəsmirlər belə. Axmaq saydığı insandan belə əlaqəni kəsmir, deyir nə vaxtsa lazım olar. Nə vaxtsa ondan mənəsə gələ bilər, çıxar olaraq. Həmçində 5. Bax bu da pis yaxşı deyə bir şey yoxdur. Pis deyil. Heç kim pis deyil. Sadəcə olaraq bir danış var. Bizə verilmiş bir şey var. Füsu. Yəni biz bunu belə qəbul eləməliyik ki, belədir, dəyişməyə çalışmalıyıq. Belə qalsaq məhv olacağıq çünki. 5 fayda axtarır. 3 isə çıxara baxır. Məsəl üçün 3 şərab yeri evi işlədər, 5 işlətməz. Çünki orada fayda yoxdur. İnsanlara faydası dəymir. 5 daha çox faydalı. Mən insanlar hətta danışanda gəlin elə eləyək ki, faydalı olsun deyən kimi deyirəm, o 5'dir. Danışığından ya missiya 5'dir, ya şuur sayı 5'dir. Avtomatik olaraq faydalı olsun, həm də özünü çıxara olsun orada. Planet Merkuridir, mənfidə davadır, mənfidə mübarizədir. Ya danışaraq həll eləyir 5 məsələni, ya da ki dava ilə həll eləyəcək. İkisindən biridir. Yəni mübarizə ilə həmişə mübarizəyə birinci başlayanda bir də 5'lər çoxlu yox deyir. 5 ədimə öyrənməlidir. Hitler 2-5 idi. Şuur sayı 2, missiya 5 idi. 5 soyuqda axı, 5 mənfidə terroristdir bu arada. Mənfidə terroristdir bu demək deyil, şey eləyəcək, amma çox rahat şəkildə adam öldürə bilər. Hətta elə. Qəlb çakrası qırıldısa adam öldürə bilər. Razılaşmadığı mövzular artdısa 5 mənfidə dəlilik yaranır 5'də. Gözünə nəsə görsənməyə başlayır, qulağına səslər gəlməyə başlayır. Davamlı olaraq konsultasiyada qabağıma çıxıb. Davamlı çıxır. Ki mənfidə olduğum bilirəm artıq ki, insanın enerjisi aşağıda çox. Verdiyimiz texnikaları eləyir, düzəlməyə başlayır. Və 5 dediyim kimi daim çıxar. 5 güclü tərəflərindən biri. Hər şeyi çoxalda bilir. Fikrini verdiyi hər şeyi çoxaldır. Miqyasını çoxaldır da, yəni. Miqyaslaşdırır, böyüdür. Yəni misal üçün Donald Trump 5'dir. Fikrini pula verib milyarderdir. Misal üçün hansısa 5 fikrini qızlara versə qızları çoxaldacaq. Yəni eyni cürədə, yəni bu 5 fikrin nəyə verdisə onu da çoxaldır. Onlara 5'lərə tövsiyə. Yaxşı biznesmen çıxırdı onda. Biznesmen, yəni biznesdə uğurludular, fortuna var. 36 yaşa qədər Merkuri qapıları açıqdır sayılır. 36 yaşa qədər şanslı. Yəni misal üçün bu real hekayədir yenə də. 10 nəfər durub taksi vurur, heç birinin taksisi gəlmir. Yəni taksi misal üçün 15 dəqiqə, 20 dəqiqə yazır, 5 taksi vurur, 2 dəqiqədən sonra taksi gəlir. Daim fortuna, daim şans. 5'lərdə həmişə bu var.
5 incə intellekt, daha doğrusu texniki intellekt vasitəsilə reallaşır. Öz əlləri ilə nəsə görə bilər. 5 gözəlliyə dair hər şeyi bilir. 5 simmetriya xəstələrdə hər şey simmetrik olmalıdır, düz olmalıdır. Stolun üstünü bəzəyəcəksə ən yaxşı 5-lər bəzəyəcək deyilir. Çünki simmetriyadır. Mən konsultasiyada qızlar gəlib ki, 5-dir və kiprik düzəldir, göz düzəldir, qaş düzəldir. Deyirəm, tam da olmalı yerindəsən. Deyirəm, mən bu işi görəndə mənim yəni ruhum doyur deyir. Zövq alır da. Zövq alır. Çünki estetikanı, gözəlliyi ən yaxşı bilənlər 5-lərdir.